saldı mı? O artıq məni yox, ümumiyyətlə Azərbaycan vətəndaşlarının kimsənisə razı sala bilməz. Minimum əmək haqqının 400 manata qaldırılması cəmaata növbəti dəfə cəmaatı belə deyək ki, yuxuya vermək kimi bir şeydir. Yəni nə qədər adamın minimum əmək haqqı ölkə əhalisində məlum olur ki, 27% işçilərin əmək haqqı 400 manatdan aşağı imiş və indi 27% işçilər 400 manat maaş alacaqlar. Təxminən 400 min adam əhatə eləyəcək. Bəli, bu 400 min adam deməkdir. Bu ölkə əhalisi 400 min ailə deməkdir. Bunlar necə razı ola bilər? 400 manat əmək haqqı ilə və bu qiymətlərin bu qədər qalxdığı, tüğyan elədiyi bir müddətdə 400 manat əmək haqqı ilə necə yaşaya bilər bu insanlar? Bəs Azərbaycan hakimiyyəti dəfələrlə güya Azərbaycanda vəziyyətin Avropa ölkələrindən də çox yaxşı olduğunu, Avropa ölkələrinin bizə həsədlə baxdığı haqqında parlamentdə vaxtı belə deyək ki, yeri gəldi, gəlmədi, deputatlar da orada belə çıxışlar eləyirlər. Və onlar o çıxış eləyəndə onların ağlına bir gözlərinin qabağına gəlmir ki, Avropada işçilərin maaşı nə qədərdir, işsizlərin maaşı nə qədərdir. Və onlar əmək haqqının nə qədər hissəsini ərzağa verirlər. Azərbaycanda əmək haqqının nə qədər hissəsi ərzağa gedir. Yəni, dünya hazırda əmək haqqının təqribən 20%-nin ərzağa getməsi uğrunda mübarizə aparan dövrdə Azərbaycanda belə deyək ki, insanlar əmək haqqından başqa kredit almaqla da öz ailəsini saxlamaq uğrunda mübarizə aparır. Yəni, bir tərəfdən də Azərbaycanın imzaladığı Avropa Xartiyası var. Və niyə siz bunu imzalamışsınız? Sonra Azərbaycan Avropa Şurasından bir öhdəlik götürüb, həmən öhdəlikləri yerinə yetirmir, Avropa Şurasından çıxarılandan sonra onun ünvanına danışmağa başlayır. Sən haçan öz götürdüyün öhdəliyi yerinə yetirdin ki, sonradan da sənə qarşı hər hansı bir cəza tədbiri həyata keçirilmədi. Sabahları Azərbaycanı o Avropa Xartiyasından da çıxarmaq məsələsini ortaya qoya bilərlər ki, neçə illərdir sən imza atmısan ki, sənin ölkəndə orta deyək ki, minimum əmək haqqı orta əmək haqqının 60%-dən aşağı ola bilməz. Niyə əməl eləmirsən? Hər yerdə elan edirsən ki, məndə orta əmək haqqı 1000 manatdan da yuxarıdır. 1000 manatdan yuxarıdırsa, onda sənin minimum əmək haqqında 400 manatdan yuxarı, 600 manatdan yuxarı olmalıdır. Niyə sən minimum əmək haqqını 400 manat, minimum pensiyanı, nə bilim, 350 manat təyin eləməklə insanları özündən asılı vəziyyətə salırsan? Üstə gəl. İnsanları incitmək üçün bütün metodlardan istifadə eləyirsən. Əvvəllər ayın 8-də verilən pensiyanı sonradan ayın 16-sına keçirtdin. Sonra 16-sında verilən pensiyanı keçirtdin ayın 24-ünə. Siz hesab edirsiniz ki, güya bunu eləməklə, güya prezidentə xidmət edirsiniz ki, onun ad günündə pensiyaları verəndə insanlar onun canına dua eləyəcəklər, eləməyəcəklər. Çünki 8 gün, hər gün onların evinə işıq pulu üçün, su pulu üçün, kredit üçün zənglər olub, adamlar gəlib və o insanları incidiblər. Və o insanlar ayın 24-də pensiya alanda, belə deyək ki, heç kimə can sağlığı arzulamırlar. Ancaq elə gedib öz borclarını, öz kreditlərini verməklə, deyək ki, özlərini növbəti bəlalardan qurtarmaq istəyirlər. Xalqla, millətlə bu cür davranmaq olmaz. Bu xalqı acı qılınca çapmağa vadar eləməyin. İnsanlar harda olmağından asılı olmayaraq, harda insanlarla söhbət olmağından asılı olmayaraq hər biri şikayətçidir. Qiymətlərdən şikayətçidir, əmək haqqının, pensiyanın aşağı olmasından şikayətçidir. İndi bizdə Azərbaycan təzə metod tapıblar və indi ayın 1-dən başlayacaqlar. Pensiyalar gələn il artacaq. Və düz bir il Azərbaycan mediasında həmən söhbətlər gedəcək ki, gələn il pensiyalar artacaq. Ay qardaşlar, ay insanlar,
pensiyanın artması, minimum pensiyanın artması ola bilər ki, prezidentin sərəncamından bağlıdır. Amma ümumiyyətlə pensiyaların artması isə o qanunla tənzimlənir. Qanunun bir qoludur. Qanunda yazılıb ki, ölkədə pensiyalar, hər ilin pensiyası əvvəlki ilin orta əmək haqqı ilə son ilin orta əmək haqqı arasındakı o faizlə bağlıdır. O faiz çox olacaqsa və onda pensiyalar da çox artacaq. Orada prezident fərmanı güya İlham Əliyev xalqı düşünüb və pensiyaları artırıb anlayışı yalandır. Bu yalanla cəmaatın başını aldatmayın. Əksinə, əminəm ki, o orta əmək haqqının artması, o nisbəti həmişə azaltmağa çalışırlar. İstəmirlər ki, o çox olsun. Mətbuatda deyəndə deyirlər, orta əmək haqqı çox artıb. Amma çox artıbsa onun nisbəti də, onun faizi də çox olmalıdır. Amma yenə də bu illəri əgər o 11% artım olarsa, böyük şey olar. O artımın isə İlham Əliyevin sərəncamına heç bir aidiyyatı yoxdur. O qanunun tələbidir. Bunu hamı bilsin. Aydındır, mən bu ölkə daxili məsələyə təbii ki, pensiya məsələsinə qayıdacağam. Deməli,